Bismillah. Bürclərin 14 fevrala ən düz proqnozu. 14 fevral sevgi və duyğular günü. Sənin astrologiya marağını nəzərə alaraq bürclər üçün ən dəqiq və real yönümlü proqnozu hazırladım. Qoç, sevgi mövzusunda sürpriz xəbər ala bilərsən, tələsik qərar vermə. Maliyyədə xırda qazanc görünür. Buğa, romantik enerji yüksəlir. Münasibətdə ciddi söhbət ola bilər. Pulda sabitlik var. Əkizlər, gözlənilməz mesaj və ya görüş ehtimalı yüksəkdir. İşdə yeni fikir uğur gətirə bilər. Xərçəng, duyğuların çox həssas olacaq. Keçmişdən biri özünü xatırlada bilər. Pul xərclərinə diqqət. Şir, sevgidə diqqət mərkəzində olacaqsan. Tək olanlar üçün tanışlıq şansı güclüdür. Qız, biraz yorğunluq hiss edə bilərsən. Münasibətdə səbirli olsan vəziyyət düzələcək. Tərəzi, 14 fevral sənin üçün şanslı günlərdən biridir. Romantik etiraf ala bilərsən. Əqrəb, gizli hisslər üzə çıxa bilər. Qısqanclıqdan uzaq durmaq vacibdir. Ox atan, səyahət və ya uzaqdan sevgi xəbəri görünür. Günün enerjisi pozitivdir. Oğlaq, maddi mövzuda sevindirici xəbər ala bilərsən. Sevgidə isə açıq danışmaq vaxtıdır. Dolça, ulduzlar sənin tərəfindədir. Yeni başlanğıc, xüsusilə sevgi sahəsində mümkündür. Balıq, romantik və sehirli bir gün keçirə bilərsən. İntuisiyan çox güclü olacaq.